Orada konferans zalı var Evet, idi. düzdür. Məndə oturaq tərcüməsi zalı var idi. Tərcümə elədi, yazdım. Mədəniyyət evi idi ora. Yəni Mədəniyyət evini müvəqqəti olaraq hərbi seçim eləmişdilər. Haduta daha çox mən gözümün şahidi olmuşam. Daha çox bizim artilleriyadan çox düşmən artilleriyası atırdı. Düşmə bucağından bilinir. Düşmən artilleriyası daha çox atırdı. Niyə? Əldən çıxıb hadrut, orada olan düşməni məhv eləməsi, yəni bizi, onlar bizi düşmən kimi məhv eləmək üçün daha çox atırdılar. Bizim artilleriya çox az atış açıb ora. Niyə? Orada mülki əhali daha çox olduğuna görə zərər minimuma endirmək üçün daha az atış açırdılar. Üstünlük vermişlər ki, xüsusiyyətli bölmələr girsinlər haduta. Daha yaxın döyüş. Gördüyü düşməni məhv eləsinlər. Hansı ki, təchizatla qarşısında durmuş silahla olan düşməni. Mülki əhaliyə biz də şəxsən mən də öz bölməmə tapşırıq vermişəm ki, mülki əhaliyə birbaşa atış açmaq olmaz. Əgər mülki əhalidən kimsə sənə adi bir ov tüfəngi ilə belə qarşılıq verəcəksə, ona atış açmaq olar. Mülki əhali əlini qaldırıb, heç əlini qaldırmır. Bu mülki adamdır. Əynində mülki paltar var, silahı yoxdur. Düz ehtiyatlı gözləməklə protokol icra etsən atış açmaq mən də qadağan eləmişdim ki, bu mülki əhali nə qədər də onlar bizə Xocalı faciəsini yaşatsa belə, nə qədər onlar bizim ana bacılarımızın başına oyun atsa belə, bizim o cəhətdən humanist davranırdıq. Professional əskər eləməməlidir. Həm yazılmış, həm yazılmamış qanunlar var. İnsanın cəhətdən də olmaz. Biz bunu eləsək əgər, o zaman düşmənlə bizim aramızdakı fərq olmaz. Bizim düşmənlə olan fərqimiz ondadır ki, bizim bir tariximiz var. Üstəgə həm türkçülüyümüz var, həm dini ənənələrimiz var, həm belə deyim, tarixi ənənələrimiz var. Bizə o imkan vermir ki, qadına, uşağa, günahsız insana əl qaldıraq.